Misal var. Sazın simlərindən bəhs etdiyimiz bir şey var. Bir insan deyə bilər ki, sazın simi çoxdur. Bu nəyə lazımdır ki, bunun hamısını yığaq, bir dənə sim olsun, el ondan ifadə eləyək. O səslər Amma çıxarmı? sazın simin hamısını bir yerə yığsaq, kotan məftilindən fərq olacaqmı? Baxın, İslam dinini əslində parçalanmayıb. Bu firqələrin, bu cəmaatların, bu məzhəblərin, bu təriqətlərin biri var, gerçəkdən hədəf və qayəsi İslamı parçalamaqdır. Əslində Allahın kitabında belə parçalanmalardan söhbət gedir. Yoxsa, məsələn, Afrikada biri və yaxud da şərqdə, qərbdə birisi, bir alim çıxır, zəmanəsinin o yanlış fikirlərini tamamilə bərtaraf edir və yeni bir əsər yaradır. Həqiqətən ortaya qoyduğu İslamı bir düşüncə ilə yenidən bir vəhdət qurur. Onun ətrafında insanlar toplaşır, İslamın dəyərlərinə xidmət edirlər. Dövrə zamana uyğun. Və müəyyən bir dövr keçdikdən sonra o alimin tələbələri böyüyür. Bəzən yanlışlıqdan dolayı o alimi müqəddəsləşdirirlər. Bəli. Baxın, problemlərin çıxan yeri əslində alimdə deyil. Onun arxasınca gələn adamlardadır ki, elə alimləri bütləşdirirlər.